Bəli, burada ilk öncə anlamaq lazım investisiya nədir, nə üçün lazımdır və investisiya məqsədiniz nədir? Yəni investisiya məqsədi ola bilər ki, mən yarım elə bir yeni maşın alım Hı hı. və ya övladım xaricdə universitetə göndərəcəyəm, onun üçün pul toplayım və ya ev almaq istəyirəm. Yəni hər məqsəd üçün sizin strategiyanız dəyişir. Hı hı. Yəni bu qısa müddətli, uzun müddətli ola bilər və ya pensiya üçün. Yəni ki, ən böyük investisiya nəyə görədir ki, mən yaşdaşda pensiya vaxtında kifayət qədər vəsaitim olsun, heç nəyə ehtiyacım olmasın. Bunu alandan sonra artıq siz özünüzə portfel yaratmalısınız və portfeldə bölgü olmalıdır ki, sizin misal üçün 70% səhmlərdədir, o 20% depozitdədir, 5% kriptovalyutadadır və s. Amma əlbəttə ki, bunları etmədən öncə sizin ən azından bir vəsaitiniz olmalıdır və burada belə deyək, xüsusilə gənclərdə ona money management deyirlər, pulu idarə etmədə biraz çətinliklər olur ki, pulu necə yığmaq olar? Bu pulu yığmaq üçün bir neçə belə yolları var, onun da strategiyaları var ki, ən məsləhət görən odur ki, aylıq maaşınızın, aylıq gəlirinizin 10%-ni bir kənara atın. Bu yəni siz bu məbləği gələcək investisiya edirsiniz.